Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim, xoş gördük. Bu gün sizlərə 7-ci sinif Azərbaycan dili dərsindən tapşırıq və çalışmaların izahını verəcəm. Ümid eləyirəm ki, izahım faydalı olacaq. Kanala abunə olub, izahı bəyənməyi unutmayın. Qeyd edim ki, bu izahlar sayəsində sizlər ev tapşırıqlarını və sinif işlərini rahat şəkildə mənimsəyəcəksiniz. Sadəcə izahı bəyənib paylaşmağınız kifayətdir. Gəlin başlayaq tapşırıqlarımıza. Mətni oxumayacağam. Əminəm oxusam sizin üçün də sıxıcı gələcək. Ondan sonra hamınız evdə qəşəng bir 2 dəfə mətni oxuyun ki, mən tapşırıqları izah edən zaman sizlərə söhbətin nədən getdiyi aydın olsun. Başladıq 1-dən. Deyir söz ehtiyatıdır bu. Deyir kontekstdən çıxış edərək uzurpasiya sözünü izah edin. Uzurpasiya o deməkdir ki, belə deyərdim də sizə. Loru dildə desəm, məhv etmə mənasına gəlir, yəni zəbt etmə. Nəyisə qeyri-qanuni zəbt eləmək. Yəni başqasının hüquqlarını zorakı yolla mənimsəmə. Yəni zorakılıq, zəbt etmə, qeyri-qanuni, yəni qanuni olmayanda qeyri-qanuni. Uzurpasiya deməli nə oldu? Nəyisə qeyri-qanuni zəbt eləmə. Zorakılıq yolu ilə mənimsəmə. Bu deməkdir. Gecə 2-yə. Altından xətt çəkilmiş ayağa qalxmaq ifadəsi mətndə hansı mənada işlənmişdi? Gəlin bir baxaq. Deməli buradadır. Deyir, lakin Roma cəmaatı onu uzurpasiyada ittiham etmiş və ayağa qalxıb Maksimi qətlə yetirmişdi. Ayağa qalxmış, yəni üsyan eləyib də, daha artıq bezib, üsyan eləyib. Baxın, hərəkata başlamaq, üsyan etmək olacaq B. Keçdik 3-ə. Hansı izah yalnız vandal sözünə uyğun gəlir? Vandal o deməkdir ki, mədəni abidələri dağıdanlar. Yəni bir növ belə deyək ki, vəhşilik eləyən şəxslərdə sizə asan dildə desəm. Keçək 4-ə. Deyir, cümlələrin yerinə hansı söz daha uyğundur? Deməli, deyir, Qarabağda bir çox məscidləri və tarixi abidələri məhv etmişdi. Kimlər məhv eləmişdi? Təbii ki, vandallar. Yəni burada yazıb ki, ya barbarlardır, ya vandallardır. Biz də seçirik ki, bəli, bunlar vandallardır. Yəni vandal vəhşiləridir, belə deyək. Çünki tarixi abidəni, məscidləri ancaq vəhşi insanlar məhv eləyə bilər. Niyə o gözəllikləri, niyə o bir növ belə deyim, gözəl izləri məhv eləsinlər ki? Deməli, bunlarda bir növ problem var, vəhşidirlər. Keçək 5-ə. Düşün və cavab ver rubrikasıdır burada da. Aha, gəlin baxaq, düşün və cavab ver rubrikamızda görək bizdən nə istəyir. Deyir ki, hansı söz əvvəl yaranıb? Barbar yoxsa vandal? Əslində barbar sözü əvvəl yaranıb. Yəni birinci yaranıb deyirsə barbarı götürəcəyik. Çünki mətndə də mənası var. Çünki baxın, gəlin bir qayıdım bura. Deməli, burada eramızdan əvvəl məsələsi var idi. Baxın, burada. Deməli, bu hissədir ki, eramızdan əvvəl 2-ci əsrdə barbarlar sayılır. Deməli, baxın, eramızdan əvvəl bir də var vandallar isə burada 455-ci ildə Romada siyasi həzməclik sürürdü. Belə bir vaxtda vandalların, bax görürsünüz burada, artıq 455-dir. Deməli, birinci hansı? Təbii ki, barbarlar əvvəl yaranıb. Vandal deyir, yoxsa barbar, biz də deyirik barbar. Keçək 6-ya. Mətnin məzmunundan çıxış edərək hər iki abzasda deyilənləri izah edin. Nəyə görə vandalizm sözü tarixçilərin etirazına səbəb olur? Bəs vandallar özləri niyə bundan narazı qalırdılar? Çünki söz kontekstdəki mənası ilə ziddiyyət təşkil edirdi. Niyəsini deyirəm. Niyəsi ona görədir ki, baxın o oxuduğumuz mətndə, indi siz özünüz də yəqin oxumusunuz, fikir verirsiniz, Romalılarla danışıq olur. Yəni deyirlər ki, 455-ci ildə Romanı ələ keçirirlər vandallar, amma Roma papası xahiş edir ki, binaları, abidələri dağıtmayın da. Amma bir növ belə deyim, bu dağıntı olmasa da, dağıtmasalar da, məhz buradan vandalizm termini ortaya çıxır. Yəni biz görürük ki, bir də belə deyim, mədəni abidələri dağıtmaq mənasına gəlir. Amma həqiqətən vandallar axı Roma papasının xahişinə əməl eləyərəkdən dağıtmamışdılar. Məhz ona görə bu etirazı səbəb olur ki, biz dağıtmamışıq axı, biz o xahişi nəzərə almışıq. Lakin hər bir halda sonunda vandalizm vəhşiliklə bir növ belə deyim ki, tərif mükafat kimi almışıq. Yəni bu yerdən, bu məqsəddən çıxış edir. Sonra keçək bura.
Yazıda deyir, araşdırma aparaq, Qarabağda vandalizm faktları mövzusunda təqdimat hazırlayın. Təbii ki, neyləyəcəksiniz? Təqdimatın hazırlanma yolu belədir. A4-də ya da batman kağızında, Google-da yazırsınız. Qarabağda vandalizm. Yazanda çoxlu orada məlumatlar çıxacaq. Təbii ki, götürüb onun hamısını köçürtməyiniz düzgün bir şey deyil. Neynəyirsiniz? Siz müəyyən məlumatlar öyrənirsiniz, yadınızda saxlayırsınız və onları ümumiləşdirib yadınızda qalan formada A4-ə və batman kağızına qeydlər aparırsınız. Şəkillər yapışdıra bilərsiniz. Göstərdiyiniz faktları əslən maraqlı şəkillər tapmaq olar. Həmin vəhşilikləri əks elətdirən faktlar. Yəni göstərmək olar. Təqdimat yəni belə hazırlanır. Keçək indi 8-ə. Dil qaydalarıdır. Ümumilikdə dil qaydaları ilə bağlı tapşırıqlar burada çoxdur. Fikir verin, bu hissədən də yeni tapşırıqlar başlayır. Lakin mən sizə sadəcə bu tapşırığı izah edəcəm. 51-52-ci səhifələri. Növbəti izahımda isə artıq digər səhifələrin də izahını sizə təqdim edəcəm. Gəlin birinci 8-ci tapşırığa baxaq. Aşağıdakı deyir fikirlər mətndə göy rəngdə verilmiş hansı feildəki sağ şəkilçisinə uyğun gəlir? Gəlin bir feillərimizə baxaq. Feillərimiz anı göy rəngdə. Biri rast gələrsə də gördüm, bax burada. O biri hanı? Fərqlənsə. Gəlin yazaq bura. Səliqəsiz də olsa bir təhər gəlin yazaq. Deməli, bura yazırıq fərqlənsə, bir qoyaq. Fərqlənsə. Burada yazaq rast gələrsə. Rast gələrsə. Aha, qələmimizin rəngini indi dəyişək. Başlayaq. Biri fərqlənsə, bir də rast gələrsə, yəni göy rəngdə verilənləri istəyirdi, biz də etdik. Gəlin indi bunu kök şəkil çıxaraq. Sözün kökü nədir? Fərq. Qələmin rəngini qırmızı edeyim. Aha, sözün kökü nədir? Fərq. Fərqdən nə yaranır? Fərqlən. Fərqləndən nə yaranır? Fərqlənsə. Deməli, buradakı sə nədir? Şərt şəkli. Bax, yazıram şərt. Deyəcəksiniz, hardan bildiniz müəllim? Oradan bildim ki, baxın, burada əgər hissəcik olsaydı, başlanğıc formaya artırılmazdı. Bu şərt şəkli başlanğıc formaya artırılır. Başlanğıc forman fərqləndir. Başlanğıc forma nə idi? Qrammatik şəkilçiyə qədərki hissə. Burada ümumiyyətlə qrammatik şəkilçi yoxdur. Yəni şərt şəklini çıxıram da, indi şərt şəkli daxil olmazsa bura, yəni burada qrammatik şəkilçi yoxdur. Sasə şərt şəklidir, o qrammatikdir, o heç. Amma biz qrammatik şəkilçiyə qədərki hissəni götürürük də. Mən də baxıram ki, feilin bir növ belə deyim, başlanğıc formasına artırılıb. Başlanğıc formasına artırılıbsa bu isə hissəcik ola bilməz. Çünki isə hissəciyə başlanğıc formaya artırılmır. Bax, məsələ budur. Ona görə. İndi gəlin bu birini təhlil eləyək. Rast gələrsən, sözün kökü gəl, gəldən gələr, gələrdən gələr isə. Görürsünüz, bax, başlanğıc formaya artırılmayıb. Bir növ belə deyim, özündən sonra zaman şəkilçisindən sonraya artırılıb burada. Amma burada görürsünüz, deməli, burada isə hissəcikdir. İsə hissəcikdir ikincidə. Lakin birincidə isə şərt şəklidir. İndi gəlin baxaq. Deyir, aşağıdakı fikirlər mətndə göy rənglə verilmiş hansı feildəki sağ şəkilçisinə uyğun gəlir? Baxıram, vurğu qəbul edir. Aha, vurğunu hansı qəbul edirdi? Təbii ki, şərt şəkli. İsə hissəcik vurğu qəbul eləmir. Deməli, buraya yazırıq şərt. Şərt şəkli. Yəni birinci. Sonra keçirəm, deyir, vurğu qəbul etmir. Təbii ki, isə hissəcik. Buraya yazıram isə. Və yaxud lap belə yazmayaq. Gəlin, bax, bunu belə yazın. Belə biraz yaxşı ki. Buraya yazım 1, yəni 1 budur da, fərqlənsə. Rast gələrsə də 2-də 2 yazmışam. Burada yazım 2. Sonra keçək 3-ə. Şəxs şəkilçisindən əvvəl gəlir. Şəxs şəkilçisindən əvvəl gələn şərt şəklidir. Ona görə buraya yazıram 1 yenə. Sonra deyir ki, şəxs şəkilçisindən sonra gəlir. Bu da isə hissəciyidir. Başlanğıc formaya artırılmışdır. Başlanğıc formaya artırılan şərt şəkli oldu da. Bayaqdan elə o haqda danışırıq. Feilin şəklinə artırılmışdır. Bu da təbii ki, isə hissəciyidir. Bu da belə. Yəni, lap sözdə yaza bilərsiniz qarşısında. Məsələn, vurğu qəbul edirə yaza bilərsiniz ki, fərqlənsə sözünü.
vurğu qəbul etmirlər, rast gələrsiz sözünə. Yəni sözü də yazmaq olar. Mən sadəcə 1-2 ilə verdim. Siz lap sözü də yaza bilərsiniz dəftərinizə köçürdəndə. Sonra gəlir burada hissə-hissəcik ilə bağlı yadda saxla qaydalardır. İndi növbəti dil qaydalarını növbəti izahda sizə təqdim edəcəm. Sadəcə kanala abunə olun ki, izahlar yerləşdiriləndə görəsiz. Həmçinin izahı bəyənin, paylaşın. Bir də bir məsələyə aydınlıq gətirim. Bu izaha rəy yazan ən maraqlı rəyə, həmçinin çox bəyənmə gəlibsə kiminsə rəyinə, çox bəyənmə gələn rəyi gələn dəfə izahda paylaşacağam və ona təşəkkür eləyəcəyik sizlə birlikdə. Ona görə rəy yazın və rəyi çox bəyənmə alan şəxs inşallah növbəti video izahda bizdən təşəkkür əldə edəcək və xüsusi ona təşəkkürümüzü bildirəcəyik. Hər kəs həmin şəxsi tanıyacaq. Əlaqə nömrəmiz isə 055 280 59 24-dür. Bu nömrə vasitəsilə də bizim dərslərimizə yazıla bilərsiniz. Sizlər də Azərbaycan dilini bizimlə qəşəng formada öyrənib məktəbə yollana bilərsiniz. Sağ olun, bəyənib paylaşmağı, rəy yazmağı unutmayın.